İnkişaf mərhələləri nəzəriyyəsi. Test 1. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Şagird abstrakt konseptləri həll edə bilir. Şagird vicdan, ədalət, iftira kimi anlayışların nə olduğu haqqında düşünür. Demək, hansı mərhələdə olar? Artıq yüksək dərəcədə bu düşünə bilir. Abstrakt anlayışları anlaya bilirsə də, vicdanın və ədalətin nə olduğunu bilirsə, demək ki, bu forma əməli mərhələdə olan bir şagirddir. Düzdürmü? Hissi hərəkət bu 2 yaşa qədər olan dövrdür. O sadəcə hiss elədiyi qədərilə onun dünyası ondan ibarət olur. İlkin əməli sonraki dövrdür. 2 yaşdan 7 yaşa qədər orada da egosentrikdir, ancaq özünü mərkəzə qoyur, diqqət çəkməyə çalışır, bu kimi şeylərdir. Sonra isə gəlir konkret əməli, 14 yaşa qədər olan bir dövrdür ki, müəyyən şeyləri anlayır artıq, ayırd eləyə bilir, ümumiləşdirmə aparır. Burada nümunələrdən yola çıxaraq bir nəticəyə gəlir. Demək, xüsusiyyətlərdən ümumiyə, yəni induktiv düşünə bilir konkret əməli mərhələdə. Formal əməldə artıq bilir və onu xırdalaya bilir, xüsusiyyətlərə ayıra bilir, daha abstrakt düşünə bilir, vicdanın, ədalətin nə olduğunu anlaya bilir. Artıq daha üstün bir səviyyə olur bu. Hissi əməli də elə hissi hərəkəti eyni deməkdir. Gəldik cədvəl 2 uyğunsuzluğu istəyir bizdən. Demək, uyğunsuzluq olanda, yəni doğrunun altında doğrunu axtarmayacaq, yanlış axtaracaq. Demək, doğrunun altında baxaq. Bu dövrdə olan uşaqlar əvvəlcə ətrafda baş verənlərə ancaq refleksiv reaksiya verir ilkin əməli. Əlbəttə, ilk dövr ilkin əməlidir. İlkin əməli deyil, hissi hərəkət olmalıydı bu. Yanlışdır. Yəni, hissi hərəkətdə biz refleksiya veririk. Əvvəlcə ətrafda baş verənlərə ancaq refleksiya. Bu deyək ki, yanlışdır. Bu dövrdə uşaqlar həddən artıq ümumiləşdirmə, məntiq xətasına daha çox yer verir. İlkin əməli 2-7 yaş arasıdır. Dediyimiz kimi, bəli, məntiq xətası baş verə bilər bu dövrdə. Onlar ümumiləşdirmə çox aparırlar. Bu doğru ola bilər. Baxaq. Yanlış. Piaget'ə görə təlimin məzmununu öyrənənin inkişaf səviyyəsinə müvafiq olmalıdır. Piaget'ə görə təlimin məzmunu, öyrənənin inkişaf səviyyəsinə müvafiq olmalıdır. Yəni, nə deməkdir? Məzmun mənim öyrənə biləcəyim səviyyədə olmalıdır. Mən, misal üçün, 5 söz əzbərləyə bilərəm, o səviyyədəyəm, o zehnə malikəm. Demək, adı nədir? Məzmun da o səviyyədə olmalıdır. Piaget nə deyirdi? Mərhələlərə bölürdü və deyirdi, zehni inkişaf əvvəlcə baş verir, sonra öyrənmə baş verir. Düzdürmü? Ona görə də məzmun öyrənməsi inkişaf səviyyəsinə müvafiq olmalıdır deməyi düzdürmü? Əlbəttə ki, düzdür. Yəni, zehni inkişafım mənim bura qədərdirsə, A nöqtəsinə qədərdirsə, mənə B nöqtəsini verməməlisən deməkdəsində bu doğru fikirdir. Piaget bu formada düşünürdü. Piaget'ə görə öyrənmə olmasa zehni inkişaf formalaşa bilməz. Yox, Piaget'ə görə zehni inkişaf edir, sonra öyrənmə baş verir. Bu yanlışdır. Biz də indi uyğunsuzluq seçdiyimizə görə yanlışın altında plus, yəni doğru bir cavab gördüyümüzə görə 3, doğrunun altında plus, yəni doğru bir cavab gördük, bu olmaz. Mənfi götürdüyümüz, yəni yanlış bir cavab doğrunun altındadırsa onu götürə bilərik. Cavabımız 1, 3, cavab 7. Düzdür. Daha sonra 3-cü sualımız, hansı fikir Piaget'in zehni inkişafın mərhələlər nəzəriyyəsinə aid deyil? Demək, Piaget'in nəzəriyyəsinə aid olmayanı seçəcəyik. Bu nə deməkdir? Uşaqlar bir işi özləri müstəqil etdikdə onlarda öyrənmə baş verir. Piaget nə deyirdi?
bir işi özləri müstəqil etdikdə onlarda öyrənmə baş verir. Bu hələ qalsın. Uşaqlar müxtəlif yaş dövründə müxtəlif problem həll etmə bacarıqlarını nümayiş etdirirlər. Düzdür, ona görə zehni inkişaf mərhələlərindədir. Hər mərhələdə də öz bacarıqlarını, problemi həll etmə bacarıqlarını nümayiş etdirə bilərlər. Bu doğrudur. Yəni var idi onun nəzəriyyəsində. Konkret əməli mərhələdə bu hansı dövr idi? 3-cü dövr. Okay. Əməli mərhələdə olan şagirdlər mühakiməyə əsaslanaraq fikirlərini formalaşdırırlar. Doğrudur, artıq mühakimə etməyi bilirlər. Uşaqlar hansı problemi həll etmək üçün passiv şəkildə gözlər. Hansı problemi həll etmək üçün passiv, bu doğru olmaz. Yəni problemi həll etmək üçün bir hərəkət etməlisən də. Passiv şəkildə biz nəyi gözləyə bilərik? Qalsın D variantı. İlkin əməli mərhələdə olan uşaqlara oyunlaşdırma vasitəsilə dərs keçmə məqsədə uyğundur. İlkin əməli mərhələdə, yəni ilkin əməli mərhələ nə? İkinci mərhələmizdə olan uşaqlar oyunlaşdırma vasitəsilə dərs keçmək, düzdür. Bu 2-7 yaş arasında olan uşaqlar oyun vasitəsindən öyrənən uşaqlardır. Bu doğrudur. Cavabımız D olacaq. Bir dənə burada A-nı buraxmışdıq, ora təkrar qayıdaq. Uşaqlar bir işi özləri müstəqil etdikdə onlarda öyrənmə düzdür. Müstəqil şəkildə özü, ona görə də deyirlər ki, misal üçün scaffoldingdə olsun, fasilitator rolunda müəllim olanda müəyyən şeyləri öyrədir, sonra geri çəkilir ki, o özü onu öyrənsin, yəni kəşf edərək öyrənsin. Kəşf edilərək öyrənilən bir şey uzun müddətli yaddaşda qalır. Ona görə A variantımız da doğrudur. D variantımız yanlışdır. Hansı problemi həll etmək üçün passiv şəkildə gözləmək, passiv oturub gözləyə biz nə öyrənə bilərik axı? Absurd bir şeydir. Cavabımız D'dir. Sonra klasteri tamamlayın. Zehni inkişafın ilkin əməli mərhələsində olan uşaqlara xas xüsusiyyətlər. Zehni inkişafın ilkin mərhələ hansı idi? İkinci dövr. Olan uşaqlara xas xüsusiyyətlər. 2 yaşdan 7 yaşa qədər olan uşaqlardan söhbət gedəcək. Bu mərhələdə olan uşaqlar canlıların xüsusiyyətlərini cansız əşyalara köçürürlər. Bəli, düzdür. Bu mərhələdə bunlar belə idi. Onlar xəyal aləmində yaşayırlar, oyunlar özlərindən ixtiralar eləyirlər, canlandırırlar, oyun oynayırlar. İnsana aid olan şeyləri heyvanlara köçürə bilirlər, əşyaları canlandıra bilirlər bu dövrdə. İndi baxaq görək variantlarımızdan hansı bu dövrün xüsusiyyətidir. İnduktiv məntiq güclü inkişaf etmiş olur. İnduktiv məntiq bunlarda yox. Bu konkret əməldədir. Daha sonra 3-cü mərhələdə. Bunlar hələ uşaq düşüncə ağlındadılar. Daha uşaqdılar. Yalnız şəxsi təcrübələrinə əsaslanmırlar. Şəxsi təcrübə hələ bunlar üçün yad bir şeydir. Başqalarının fikrini qəbul edə bilmirlər. Bu başqalarının fikrini qəbul edə bilmirlər. Ümumiyyətlə bu aid deyil. Başqalarının fikirlərini qəbul edə bilmirlər. Başqalarının fikirlərini qəbul edə bilmirlər. Onlar çünki ancaq özləri deyirlər. Egosentrik olduğu üçün olar. Sonra isə provokativ suallar üzərində dərindən düşünürlər. Yox, bu ən axırıncı dövrə aiddir. Egosentrik düşüncəyə malik olmurlar. Əksinə olurlar. Burada cavabımız C variantı olacaq. Çünki başqalarının fikrini qəbul edə bilmirlər. Çünki egosentrikdirlər. Onlar ancaq öz düşüncələri, öz fikirləri. Onlar deyən düzdür. Başqaları düz deyil deyə düşünürlər. Sonra sual 5. İşarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Deduktiv məntiqdən istifadə etmək bacarığı. İnduktiv konkret əməldə idi. Deduktiv isə formaldadır. Mücərrəd düşünmək bacarığı ayırmalıdır. Problemi sistematik şəkildə həll etmək bacarığı. Bu əlbəttə ki formal əməlidir. Bunu heç düşünməyə gərək də yoxdur.
5-də cavabımız D-dir. 6-da. Bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Azərbaycanda müstəqildir. Deməli, Azərbaycan ərazisi də toxunulmazdır. Piagetə görə şagird zehni inkişafın hansı mərhələsinə etibarən bu mühakiməni yürüdə bilər? Demək, bax, xüsusiyyətləri dedi. Bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Sonra deyir ki, Azərbaycanda müstəqil dövlətdir. Və axırda bir nəticəyə gəldi. Bu nə idi? Xüsusiyyətlərdən ümumiləşdirməyə gəlmək, bir nəticə çıxartmaq induktiv idi. İnduktiv də hansı dövrə aiddir? Bir dəqiqə. Demək, bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Burada əksinə deyir, burada toxunulmazdır. Bu bir tərifdir, bu bir ümumiləşdirmədir. Ondan sonra əksinə xırdalayır. Azərbaycanda müstəqil dövlətdir, deməli Azərbaycan ərazisi də toxunulmazdır. Və sonra belə bir nəticəyə gəlir. Elə bir ki, tərifdən, ümumidən xüsusiyyətləri dedi və nəticəsini dedi. Bu formal əməlidir. Bu induktivlə deduktivi biraz qarışdırmaq olur. Baxın, burada deyir ki, bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Okey, bu toxunulmazdır. Sonra da deyir ki, Azərbaycanda müstəqildir. Bax, görürsən, nümunə gətirdi. Deməli, Azərbaycan ərazisi də toxunulmazdır. Nümunələr gətirirsə sonrasında bu formal əməliyyə və deduktivə aiddir. Yox, bizə desəydi Azərbaycan müstəqil dövlət demək, Azərbaycan ərazisi də toxunulmazdır. Azərbaycan ərazisi toxunulmazdır. Ondan sonra desəydi ki, deməli bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır desəydi, o zaman biz konkret əməli və induktiv düşüncəni götürərdik. Düzdürmü? Düzdür. 7-də isə zehni inkişaf mərhələləri nəzəriyyəsinin ilkin əməli hansı idi? İkinci dövr əməli mərhələsində uşaqlar nəyə əsasən yeni biliyə yiyələnirlər? İlkin əməli 2 yaş, 7 yaş, egosentrik dövr, özlərini mərkəzdə görən uşaqlar, xəyalpərəst. Bunlarda nələr ola bilər ki, uşaqlar nəyə əsasən yeni biliklər öyrənirlər? Oynamaq da var bunlarda. Böyüklərin təcrübələrinə əsasən, oxuduqlarına əsasən, yaşıtları ilə oyun zamanı, böyüklərin dediklərinə əsasən müəllim müşahidə. Bunlar o dövrdə heç kimi saymırlar, ancaq özləridir. Bir də oyun oynayarkən öyrəndikləridir, özlərinin kəşf elədikləridir bunlar üçün. Ona görə burada cavabımız olar təbii ki, C variantı, yaşıtları ilə oyun zamanı. Digər sualımıza baxaq. Digərində cədvələ əsasən uyğunluq. Burada isə baxın, uyğunluq deyir. Uyğunluq deyirsə doğru. Zehni inkişafın ilkin əməli mərhələsində olan uşaqlar cisimlərin kəmiyyət və ya kütləsinin dəyişməsinə baxmayaraq onların tərkibinin sabit qaldığını anlayır. Demək, ilkin mərhələdə olan uşaq cisimlərin kəmiyyət və ya kütləsinin dəyişməsinə baxmayaraq onların tərkibinin sabit qaldığını anlayır. Bunu mən ancaq anlayıram. Bunu o dövrdə, ilkin əməlidəki uşaq necə anlasın? Zehni inkişafın formal əməli artıq üst səviyyədir. Mərhələsində olan uşaq xəstə övladını sağaltmaq üçün dərman uğurlayan şəxs azadlıqdan məhrum edilməlidirmi ki, sualına bəli, düzdür. Artıq o düşünə bilir, abstrakt şeyləri düşünə bilir, mühakimə edə bilir, düzdür. Yanlışa baxaq. Zehni inkişaf hissi hərəki mərhələsində olan uşaqlar eyni bir xüsusiyyəti oxşar olan bütün cisimlərə aid edərək həddən artıq ümumiləşdirmə edir. Zehni inkişafın hissi hərəki yox da, bu ilkin əməli dövrdədir. Bunlar ancaq gördükləri qədər dünya onlar üçün hissi hərəkətdə. Onlar nəyisə köçürsünlər, heç danışa bilmir düz əməli. Bu necə olar ki? Yox, yanlışdır. Zehni inkişafın konkret əməli mərhələsində olan uşaq artıq anlayır ki,
Əgər A B-dən, B isə C-dən hündürdürsə, A C-dən hündür olar. Demək, konkret əməli mərhələsində olan uşaq artıq anlayır ki, bax, misal verir. Əgər A B-dən, C-də hündürdürsə, demək A C-dən hündürdür. Təcrübə apardı, nümunələri gətirdi və nəticəni gördüsə də, bu da induktiv düşüncə və konkret əməli doğrudur. Biz də uyğun olanı axtarırıqsa, baxın, yanlışın altında, yəni səhv olan altında səhv 3-dür. Doğrunun altında doğru olan 2-dir. Cavabımız 2, 3, C variantı düzdür.